Gəzmək çox gözəl keçdi, amma axşam şəhərə qayıtdıqda biraz qorxduq. Bazarda güllələr atıldı. Dedilər, erməni-müsəlman davası düşdü. Xalq bir-birinə dəydi. Görünür, dükan basıb pul aparırmışlar. 11 Təmmuz. Gün gündən keçir, tanışlıq yoxdur. Əvvəlcə asan görünən getdikcə müşkülə düşür. Bu saat Asiya yanımda olsaydı, diz üstə düşərdim. Tövbəsi qəbul olunmuş asi, üsyan edən, itaat etməyən kimi şadlıq yaşları tökərdim. Başımı söykərdim onun pak qoluna, Kəbə ziyarətini duyardım. Amma o burada yoxdur. Ürəyim xəzan görmüş bülbül kimi nalərə fəryad edir. 12 Təmmuz. Keyfim yoxdur. 13 Təmmuz. Qulamdan çoxdan bəri təvəqqəm budur ki, məni Asiya ilə tanış eləsin. Dünən Asiyaya ricamı söylədi. Asiya deyib. Niyə məni onunla indiyə kimi tanış eləməmisiniz? Görünür, onun da meyli var imiş. Ancaq dünən mümkün olmadı, çünki Asiyanı anası iş dalınca göndərirdi. Başı qarışıq idi. Son sözləri bu olub. Tələsməsin. Asiya bu sözləri söylədikdə 100 addımlıq bir məsafədə durmuşdum. Dodaqlarındakı gözəl təbəssüm məni məst eləmişdi. Tanış olmaq qəsdi ilə ürək çırpıntısına uğradım. Qarşımdan xəzan yeli əsdi, dedi. Tələsməsin. İstədim xəstə ürəyimi açam, məni öldürən dərdləri ona bildirəm. Mənə təskinlik verdi. Tələsməsin. Gecə gündüz ah-zarım göylərə çıxır. Göz yaşlarımda boğulub ölürəm. Hövsələm darıxır. Səbrim kəsilir. Birdən ümid bəxş edirlər. Tələsməsin. 14 Təmmuz. Sabah çayı mənə ləzzət vermir. Ətrafımdakılardan zəhləm qaçır. Fikrim, xəyalım, dərdim, zikrim. Tələsməsin. Həzin yel əsir. Sarı yarpaqlar hərlənir, fırlanır. Ürək təbiətə qarşı sıçrayır. Nazlanır, əzilir, ağlayır. Lakin soyuq qanla deyirlər. Tələsməsin. 15 Təmmuz. Heç güman etmirdim. Çünki yazıq Maria, qonşumuz məmurun qızı, həmişə bizə gələr, xalamla bir yerdə iş görərlər. Düşəndə mənimlə də söhbət elər. Axır vaxtlar Mariyanı çox qəmli görürdüm. Mənə həsrətlə baxırdı. Üzünə baxdıqda qızarırdı. Bugün masamın üstə bir məktub görürəm. Maria mənə yazır. Zavallı qız məni sevirmiş. Mariyanın məktubu məndə bir təəssüf oyatdı. Qıza yazığım gəlir. Doğrusu, Maria gözümdən düşdü. Səbəb nədirsə, bu məktubdan əvvəl Mariyanın xatirini çox istəyirdim. Maria dursun kənarda, Asiya yadıma düşdükdə cəmi vücudum donur, ürəyim döyünməsini susturur. Ah Asiya, biləsən nə qədər səni istəyirəm. Yeməyib, içməyib, illərcə gözlərinə baxıb doyardım. 16 Təmmuz. Günəş doğdu. Günəş doğdu, xəstə ürəyim işıqlandı. Asiya ilə tanış oldum. Bu axşam Asiyanın əlciyəzini sıxdım. Nə böyük səadət, nə böyük gün. Gündüz biraz erkən bazara çıxdım. Asiyanı küçədə gördüm. Gülümsündü. O qədər dadlı idi. Sonra Qulamı tapdım. Dedim, nə təhər olsa bugün gərək məni tanış eləyəsən. Razı oldu. Getdik. Asiya bacılığı ilə qənnadı dükanında idi. Qapıda gözlədik. Çıxdıqda düşdük dalınca. Biraz getmişdik. Məni Qulam təqdim etdi. Əlini sıxdım. Yuxu mu, həqiqət mi? Tanış olduğuma inana bilmirəm. Amma tanış oldum. Bütün kainat bunu bilsin ki, məndən xoşbəxt adam yoxdur. Bəli, mən xoşbəxtəm. Çünki məşuqəmin əlinin hərarəti hələ əlimdən getməyib. Gözəl axşam idi. Mülayim hava ruhu oxşayırdı. Mağazalar adət xaricində olaraq qapanmamışdı. Elektrik işığı güya kəsb qüvvət etmişdi. Qızlar yerişlərində belə yüngül idilər ki, elə bil pərvanələr çiçəkdən çiçəyə sıçrayırdılar. Hamısı qanadlı idi, mələk idi. Kainatda yeni əlamətlər var. Mənə ilham olunmuşdu. Ürəyimdə qüdsiyyət duyğuları doğmuşdu. Oyan, dedilər. Gözlərimi açdım. Göydən rəhmətlər nüzul edirdi. Yağırdı, tökülürdü, nazil olurdu. Tali alnıma təmas etdi. Əlini öpdüm.
Nədənsə gözlərimin yaşlarını saxlaya bilmədim. Ağla dedilər. Sustum. Məndə fövqəladə bir şadlıq vücuda gəldi. Yaşlarımı topladım. İnci danələri tək ipə düzdüm. Yadigar deyə gizlədim. Bir də səadət yeli əsdi. Qanadlandım, uçdum. Ruhum məhzuz, həzli, həzlə dolu, razı, xoşbəxt, şən, ürəyim pürümid, ümidlə dolu, ümidli. Ulduzlar təzim edirdilər. Yadigarımı təqdim etdim. Gönçə dodaqları parıldadı. Asiya deyə Talih qara həyatıma ağca bir səhifə əlavə etdi. 17 Təmmuz. İlk sabah. Tanışlığın ilk sabahı nə bəxş edir? Yüngül külək, sərin hava. Ruhumda yüngüllük, ürəyimdə şadlıq, dodaqlarımda gülüş. Bunlar da tanışlıq töhfələri. Tanışlıq bütün vücudumu, bütün mənəviyyatımı sarsıdıb. Mənim üçün yeni həyat başlanır. Dünən köhnə Murad öldü, bugün yeni Murad doğuldu. Keçmişlərə əlvida dedi. Yaşasın eşq günəşinin ilk şüası, tanışlıq. Xeyirli olsun yeni sabahımız. Var olsun Asiya. Gözüm, canım, bəxtim. 18 Təmmuz. Dünən klubda idim. Asiya da orada idi. Anasının yanına qısılmışdı. Çox gözlədim. Müvəffəq oldum. Gəzmək istədikdə yanaşdım. Əvvəllər danışmağa söz tapmadıq. O da döyükdü. Gedirəm anamın yanına deyirdi. Söz açıldı. Şəhərdə darıxdığımı söyləyib ədəbiyyata keçdim. Nə oxuduğunu sordum. Dedi, rus ədəbiyyatı ilə məşğuldur. Asiya rus ədəbiyyatını tərtib olunmuş nizamnaməyə tabe halda mütaliə edirmiş. Lermontovu çox sevdiyindən artıq xoşuma getdi. Xülasə, bir neçə dəqiqə gözəl keçirdikdə böyürdən qulam çıxdı. Başında da papaq. Deməli, söhbətin şirin yerində erməni gəldi ki, Allah saxlasın. Təəssüf ki, ayrılmaq icab edir, dedi. Getdi. Bütün şadlığımı da özü ilə apardı. Asiyanı sevirəmmi? Onu sevirəmmi? Bu sual dünəndən bəri məni məşğul eləyir. Asiya ilə danışdıqda məndə fövqəladə bir şey görünmədi. Adi bir qızla açıq-açığına söhbət elədik. Asiya mənə yoldaş kimi görünür. 19 Təmmuz. Asiyanı bir dəqiqəliyə çağırdıq. Evlərinin qabağında 10 dəqiqə danışdıq. Onun sözü, söhbəti, hərəkəti məni keyfləndirirdi. Dodaqları sabahın hələ günəş görməmiş gönçələrinə bənzəyir. Şimal boyu, ağ libası, bakir zambaqları andırır. Asiya bizi böyük bacısı ilə tanış etdi. Təskinlikmi? Özü tez-tez çıxmalı ki, mən də dərdlərimi ona söyləyim. Ürəyimdə yaralarım çoxdur. Asiyanı istəyirəm. Bəli, sevirəm. 20 Təmmuz. Maria məni gözləri ilə hər yerə təqib eləyir. Yazıq qız. Xalama da dərdlərini söyləyib. Xalam gülə-gülə deyir. Ay zalım, heç olmasa onu bir danışdır. Xalama cavab vermirəm. Haqqım varmı Asiyadan başqa qeyri qızlarla danışım? Yoxdur. 21 Təmmuz. Asiyanı gördükdə həqiqət, aləm, bilmərrə yadımdan çıxır. Kainatda əzəlki boşluq ehya olunur. Bu boşluqda Asiyanı görürəm. Bütün həyat və varlıq ondan doğulur. Onun gözləri mənim üçün bir günəş, baxdıqda ruhumun dərin güşələrini nurlandırır. Onun dodaqları rəhmət qapısı, təbəssümlər oynatdıqda ümidlər səpir, şəfqətlər yağdırır. Nə pakdır onun məktəb libası. Açardım döşlüyünü, sərərdim torpağa, üzümü Kəbə deyə çöndərərdim ona. Dualarım yüksələrdi, haqq qapısına doğru gedərdi. Bəndələr əfv olunardı. Nə xoşdur onun yerişi. İman verir, paklıq bəxş edir. Asiyanı gördükdə səadəti duyuram. Ürəyim, qanım, bütün vücudum çırpınır. Şadlanıram, süslənirəm. 22 Təmmuz. Dünən müsəlman teatrına getmişdim. Sirkdə oynadılar. Kafir görməsin. Çox geridəyik. Rollar əzbərlənməmiş, səhnə bərbad. Teatrda papiros tüstüsü, səs. Min biədəblik. Sirkin bir tərəfinə pərdə çəkilib, dalında arvadlar otururlar. Bunlar da uşaqlarını gətiriblər. Cığbığdan qulaq tutulur. Uzun birçək həmşərilər adamı az qalırlar, gözləri ilə yesinlər. Biçarə vəhşilər.
Teatrda da davasız iş getmədi. Yarımçıq getdim. Yazıq bizə. 23 Təmmuz. Asiya qapıda durmuşdu. Qulamla yanına getdik. Söhbətimiz dadlı olmadı. Qulam dadını qaçırtdı. Qız mənə sual verdiyi yerdə görürsən böyürdən çıxdı. Axmaq bir cavab verdi. Gədə zəhləmi lap tökdü. Qoymur bir parça danışaq. Asiya soruşur ki, roman oxumaq sevirəmmi? Bu suala gözəl cavab verərdim və arada da ürəyimin dərdlərindən söylərdim. Qoymadı. Hər gah biz tək olsaydıq çox danışardıq. Qulamdan təvəqqə elədim, sabah mane olmasın. Fikrim budur, Asiya ilə məxsusi dərdləşim. Ona deməli o qədər sözüm var, gizli-gizli, dərdli-dərdli. 24 Təmmuz. Asiya uşaqdır. Erkək kişi uşağın dalınca düşüb deyirlər. Mənə işarə edirlər. Bu da məni əzir, sıxır. Asiyanın uşaqlığını inkar etmirəm. 14 yaşında bir qızdır. Amma həqiqi məhəbbəti anlayan olsa, məni müttəhim eləməzlər. Asiyaya qarşı ən dərin hisslər bəsləyirəm. O mənim üçün müqəddəsdir. Məgər müqəddəsatı sevmək günahdır? Həqiqi istəyi gözəllik doğurar. Gözəllik də bir arvadda məxsus deyil. Çeşmələr, çiçəklər, uca dağlar, vəhşi meşələr də gözəldir. Bunları da çırpıntılı ürəklə sevmək təbiidir. Asiya ilə çiçəklərin, güllərin arasında fərq varmı? Bağçada bir dəfə qırılıb düşmüş bir gül gördüm. Əyildim, götürdüm. Gülün gözəlliyi məni sarsıtdı, şaşırdı. Bastım bağrıma, ağladım. Nə üçün göz yaşları tökdüm, anlamadım. Yaşlarımda sirri ilahi duydum. Tənha gecələr Asiya yuxuma səfalar bəxş edir. Onunla dadlı-dadlı danışıram. Birdən qanım coşub sıçrayıram, ayılıram. Qaranlıq gecəni hiss etdikdə mütəəssir oluram. Onda da səbəbsiz ağlayıram. Bu göz yaşlarında da sirri ilahi yoxmu? 25 Təmmuz. Kefim yoxdur. Mariyanın eşqi davam etmədi. Dinmir. Danışmır. Məni görəcək özünü itirir. Amma halı çox gülüncdür. Əgər mən də Asiya qarşısında belə islanmış toyuğa bənzəyirəmsə, vay halıma. Mariya əvvəllər mənə çox xoş görünürdü. İndi nədənsə məndə acı bir təəssüf oyandırır. Biçarə qıza yazığım gəlir. Məncə, arvad o qədər qürurlu olmalı ki, həmişə kişi onun dalınca sürünməlidir. Arvad kişiyə bəyani eşq etdikdə, hissiyatlarını ifrat bir üzə verdikdə, bütün hüsnünü qayib edir. Asiyanı sevirəm. Asiya mənə bir çox maniyalardan keçdikdən sonra qarşılıq göstərərsə, səadətli olaram. Amma eşqim möhkəmləşməmiş ürək qələsini təslim edərsə, dilibərliyini itirər. Acizlik Mariyanı mənim gözümdən saldı. 27 Təmmuz. Bir şey yoxdur. 28 Təmmuz. Xalam bugün mənə göz nəzər duası yazdırıb, gətirib, deyir. Bala, səni şəhərdə çox deyirlər. Buranın arvadlarının gözü çox pisdir. Dilim qurusun, qorxuram. Deməli, xalam qorxur ki, mənə göz dəysin. Onun üçün Seyid Həsən ağaya dua yazdırıb gətirib. Duanı xalam istədi, şapkama tiksin. Gülə-gülə dedim. Xala, urus papağında dua kəsərdən düşər. Dedi, qadan gözlərimə, Türkiyə sayalıqdır, heç zad olmaz. Xalam israr etdi, acıqlandım, dedim. Mən həmşəri deyiləm ki, papağıma dua tikirsən. Xalam xatirimə dəymək istəmədi. Gülməyə saldı. Bu yazıqlar duaya o qədər inanırlar ki, gündə Seyid Həsənin qapısında yol döyürlər. 29 Təmmuz. Bazarda idim. Asiyanı gördüm. Bacıları ilə mağazaları gəzib gözdən itdilər. Yoldaşlarla çox söhbət etdikdən sonra dedilər, gedək bir kef eləyək. Getdik Murtazagilə. Məxsusi otağı var. Divarlarda Osmanlı Sultanının rəsmi var. Bir çox şəkilli posta vərəqələri, poçt vərəqələri asılıb. Hamısında da İslam aləmi təsvir olunur. Türk əskərləri, tarixi binalar, camiələr və qeyriləri. Oturduq. Murtuza yaxşı tar çaldı. Ruhumuz ləzzət apardı. Sonra çarpayının altından bir şüşə kaxetiya şərabı çıxartdılar. Qapı bağlandı. Başladılar içməyə. Mənə təklif etdilər, istəmədim. Dedilər, fanatik olma, iç.
Dedim, fanatik deyiləm, amma ömrümdə heç içmədiyim üçün adətimi pozmaq istəmirəm. Qulam mənə baxıb gülümsündü. Bir də qədəhi uzatdı. Asiyanın sağlığına dedi. Gülümsündüm. Qədəhi aldım. Yaşasın dedim. Dodaqlarıma yapışdıqda şərabın acılığını duydum. Gözlərim yaşardı. Qədəhi yerə qoydum. Daha içmədim. Bilmirəm şərab içənlər bu acı suda nə tapıblar. Yoldaşlarıma da məəttəl qalıram. Onlar çox ləzzətlə içirlər. 30 Təmmuz. Evdən çölə çıxmadım. Axşam Maria ilə çox söhbət elədim. Məndən məmnun qaldı. Dəftərimin bəzi yerlərini ona oxudum. Qısqanclığını büruzə vermək istəmirsə də aşkar olur. Çox sıxılır. 31 Təmmuz. Boş. 1 Ağustos, yəni avqust. Ayrılıq günləri yavıqlaşır. Göz yaşları ilə bütün şadlıq aləmini sirab edəcəyəm. 2 ay nə tez gəlib keçdi. Gözlərimi sanki açdım yumdum. 2 məsud ayı qayıb etdim. İndi yenə xaraba şəhərimizə qayıdacağam. Yenə sözbazlıq, qabalıq, cəhalət, yenə palçıq, darlıq, üfunət. Yenə şərq, yenə İslam ölkəsi. Qaçmalı, genişliyə çıxmalı, yaşamalı və yaşatmalı. Həyatın hər dəqiqəsini duymalı, anlamalı. Bizim 23 yaşımız əbəs yerə məhv oldu. Kim bilir, neçələri də məhv olacaq. Yazıq bizə, səfalı günlülərə. 2 Ağustos. Asiyanı gördüm, ötürdüm. Sabah kluba gələcək. Sabah bircə tez açılar idi. Hər dəqiqəm illər keçir. 3 Ağustos. Xoşbəxt axşam, cümə axşamı. Asiya ilə klub bağçasında bir çox dəqiqələr gəzdim. Hər bir mövzuya dair danışdıq. Ədəbiyyat, arvad məsələsi, yəhudi məsələsi. Hamısı gəlib gözümüzün qabağından keçdi. Birdən Asiya dedi. Mən elə güman edirdim ki, siz də əqidə və məsləkinizdə qulama bənzəyirsiniz. Bu axşam əksi məlum oldu. Asiyanın rəyi məni çox məmnun etdi. Dedim, Asiya, mən sizə yoldaşa baxan kimi baxıram. Asiya məmnun oldu və təvəqqə elədi ki, bundan sonra onu yoldaş deyə adlandırım. Başımız o qədər söhbətə qarışdı ki, Asiya rəqsə getmədi. Xülasə, Asiyanın hər bir şeydə mənimlə məsləkdaş olması məlum oldu. Axırda eşqə dair söz açıldı. Həqiqi məhəbbətin ucalığını və paklığını söylədim. Asiya özünün eşqə mübtəla olduğunu işarə ilə anlattı. Kimə acaba? Bəlli olmadı. Sizin adınızı, dedi, evdə yazacağam. Siz də mənimkini yazın ki, əbədi olaraq bir-birimizi unutmayaq. Hər gah indi ayrılsaq və neçə ildən sonra bir-birimizə rast gəlsək, birinci olaraq sizi tanıyıb yanaşacağam. Pərverdigara, bu sözləri Asiya söylədikdə nə qədər səmimi və gözəl idi.